Lirikli soydaşımız Ukraynada həlak oldu. Gözaltı musavat.com-a istinadən xəbər verir ki, 61 yaşlı Əlövsət Ağayev Rusiya ordusunun tərkibində Luqansk istiqamətində həlak olub. Uzun illər Samara vilayətində yaşayan, Rusiya vətəndaşı olan iş adamı idi. Ailəsinə xaricə gedirəm desə də, 5 gün sonra qardaşına orduya düşdüm, məcbur oldum deyib. Ön cəbhəyə aparıldığını yalnız 2 ay sonra qızına bildirib. Sonraki 1 il ərzində heç bir məlumat olmayıb. Ailəsinə sadəcə ölüm xəbəri verilib. Döyüşdüyü alayın tam məhv edildiyi deyilir. Samarada dəfn olunub. Yas mərasimində hərbi komissar iştirak etsə də, onun necə aparıldığını açıqlamayıb. Rusiyada mağazalar şəbəkəsinə sahib imkanlı iş adamı imiş. 3 evladı var. Böyük oğlu dövlət işindədir. Kiçik evladı 11-ci sinifdə oxuyur. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.